toplu xalq yaradıcılığı dünya ilə yaşıddır deyiblər. Belə bakanda folklorçuların ömrünü xalq yaradıcılığını toplayıb xalqa çatdıranların da yaşı az deyil. Onlardan biri də Elxan Məmmədlidir. Elxan Məmmədlinin yaşı folklor qədər qədim olmasa da, folklora etdiyi xidmət əbədidir, hənişəlikdir. Saz üstündə köylənmişəm, özgə kökə yatanmaram, öz oğum, öz oğlağım var, yad oğuna atanmaram. Gəzdiyim kənddir, şəhərdir, yediyim qəmdir, qəhərdir, mətahım ləl gövhərdir, çərçi malı satanmaram. Çıxan günəm, doğan ayam, bugün toyam, sabah vayam, Elxanam, halaldım ayam, mal-mala satanmaram. Öz-özümədir, şeirin adı öz-özümədir. Cavanlıq qapını örtdü üzünə, yaşın 60'ı aşdı mı? Aşdı. Bəs necə tablayıb dözürsən belə, ay zalım, ürəyin daşdı mı? Daşdı. Neçə bələn keçdin, neçə dağ açdın, bu cənnət məkanı gəzdin, dolaşdın, türfə gözəllərə nəğmələr qoşdun. Hamısından öz yarın başdı mı? Başdı. Axdan yanan çıraq sönəsi deyil, təmiz ad, pak əməl öləsi deyil, Elxan, qayıdıb dönəsi deyil. Ötənlər yuxu mu, duşdu mu? Duşdu. Sağ olun, sizə minnətdarımı bildirəm, mən sizə can sağlığı bildirəm. Azərbaycan aşıq sənətinin öyrənilməsində, təbliğində və inkişafında müstəsna xidmətləri olmuş, tanınmış folklorşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Aşıq Yaradıcılığı şöbəsinin müdiri, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Hələ uşaqlıq yaşlarından saza, sözə, ədəbiyyata vurğun olan Elxan Məmmədli gələcəyini bu sahə ilə bağlamağa qərar vermişdi. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli sonra bir müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu. 1976-cı, 1979-cu illərdə Pedaqoji Elmi Tədqiqat İnstitutunda elmi işçi kimi çalışmış, 1979-cu ildə isə müsabiqə yolu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdi. 1994-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna bağlı Folklor Elmi Mədəni Mərkəzində böyük elmi işçi kimi fəaliyyətini davam etdirmişdir. 1998-ci ildə Elxan Məmmədli Azərbaycan aşıq yaradıcılığında təcnis mövzusunda namizədlik, fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdı. 1999-cu ildə
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda aşıq yaradıcılığı şöbəsinin müdiri vəzifəsinə seçilmiş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdı. Mən folklorçuyam, mən aşıqşünasam. Mən gedirəm vətən sarı. Ağlama gülüm, ağlama. Bu səfərdə müşkülüm yox, hamardı yolum, ağlama. Vətən ki var sevgilimdir, sənin kimi öz gülümdür. Vətənsizlik bir ölümdür, şirincə dilim, ağlama. Həmişə səni anaram, sənsiz ot tutub yanaram. Elxanam, tezcə dönərəm. Ayırsa ölüm, ağlama. Qoy Allah bizə o ömrü qismət eləsin ki, orada şərəf var, orada məhəbbət var, orada ləyaqət var. Orada hikmət var, orada hünər var, orada qəhrəmanlıq var və orada saz var. Sazımız yaşasın, qeyrətimiz yaşasın, səmimiyyətimiz yaşasın. Şüşən qeynəklərən alışanmadım, o nuru işir gözümə qaytaram əllədim. Var ol! Qaytar da hanıma şəhdi şəkəri, qaytar da hanıma şəhdi şəkəri, qaytar ürəyimdən olan təpəri. Elxana qutturma vaxtsız qəhəri, əvvəlki gücümü dizimə qay. Aşıq sənətinin vurğunu, eləcə də dərin bilicisi olan Elxan Məmmədli həm də uzun müddət 1969-2009-cu illər ərzində Azərbaycan Dövlət Radio və Televiziyasında Bulaq, Ustadnamə, Sazın Sözün Sehrində, Gözəlləmə və Sarıtel kimi verilişlərin müəllifi və aparıcısı olmuşdu. Aşıq sənətinin tədqiqi ilə yanaşı bu fenomenal milli mədəniyyət hadisəsinin qorunması və təbliğində müstəsna xidmətlər göstərmişdir. Elxan Məmmədli təcnis sənətkarlığı və şair Nəbi Borçalı Həyatı, Mühiti, Sənəti adlı monoqrafiyaların, Aşıq Gülabı Mən olmayanda, Şair Nəbi Borçalı Sığındım Mövlaya, Aşıq Əşrəf Qəni Buludlar ağlayır, Aşıq Müstəfa Şıxlinski Ceyranım, Ələddin Dəmirçi Sən kövrəlmə, mən kövrəlim, Təbiət Alxanı bir də yaratmaz, Borçalı folklor örnəkləri, Azərbaycan folkloru külliyyatı 30-cu cild və başqa kitabların toplayıcısı və tərtibatçısı, aşıq sənətinə aid 30-dan çox kitabın redaktoru və ya rəyçisi olmuşdur. Bədii yaradıcılıqla da məşğul olan alimin könül oxşayan çoxsaylı şeirləri, o cümlədən Bir Dənəm adlı bir şeir kitabı nəşr edilmişdir. Tanınmış alim Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur. Aşıq yaradıcılığına bağlılığım və ömrümün, mən deyərdim ki, çox hissəsini əslində bu böyük sənətlə maraqlanmağım və bu sahənin tədqiqatçısı olduğumun kökləri var, əsası var. Mən yadıma gəlir, rəhmətli babam var idi, söz xiridarıydı, dastan bilicisiydi, Məmməd Hüseynquluoğlu. Mənə həmişə gecələr aşıq gecələr olardı, toy gecəsi deyərlər o vaxtı. Xoruz banına qədər aşıqlar dastan danışardı və mən də babamın elə dizinin dibini kəstirib orada onunla bərabər səhərəcən qulaq asardım, ara bir mürgüləyərdim. Ağlıma gəlməzdi ki, mən gələcəkdə bir folklorşünas olaram və yaxud da o məqamları ki, onda görmüşəm, yaddaşımda daha yaxşı saxlayaram. Adam sonradan ki, bu sahəyə gəlir, məşğul olur. Sonra deyir ki, kaş ki, babamın vaxtındakı o dastanlara tamaşa eləyəndə o aşıqlarını o təmiz olaraq varid olaydım, biləydim. Əsas odur ki, ürək olsun. Həvəs olsun folkloru toplanmağa, nəşr eləməyə, ustadların o sənət qüdrətini açmağa, təqdim eləməyə, bunları sevdirməyə. Xalq onsuz da sevir, amma dübarə gələcək nəsilə tanıtdırmaq bizim missiyamıza düşdü. Ona görə də mən elə bilirəm ki, mən hazırda çalışdığım Azərbaycan folklorunu tədqiq edən Folklor İnstitutu son dövrlərdə çox böyük işlər görür, yarandığı gündən.
Artıq 20 ilə yaxındır. Sonra mən belə qərara gəldim ki, aşıqların özünün repertuarından bir kitab hazırlayaq. O 2008-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Onun haqqında Elxan Məmmədli 60 və Elxan ömrü, Saz ömrü kitabları nəşr olunmuşdur. Yubileyləri müxtəlif elm və mədəniyyət ocaqlarında xüsusi ehtiramla qeyd edilmişdir. Ümumilikdə Azərbaycan folklorunun bu və ya digər janrları ilə bağlı əlaqədar şöbələr mən deyərdim ki, çox məhsuldar şəkildə çalışırlar və son illərdə mən deyərdim ki, akademiya sistemində ən çox elə bəlkə də kitab çap edilən bizim folklor institutudur. Və bugün də o iş davam edir. Elm işçilərimiz, alimlərimiz bu sahədə çalışırlar. Yəni, konkret olaraq indi mən bilsəydim belə bir sual var. Yəqin ki, kitablardan da gətirib düzərdik bura, nümayiş elətdirərdik. Gələcəkdə yəqin ki, mən gəlməsəm də kim gəlsə göndərərik. Tanınmış folklorşünas, alim, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli 2025-ci il martın 21-də ömrünün 79-cu ilində əbədi olaraq dünyaya göz yummuşdu. Elmimiz və mədəniyyətimiz qarşısındakı nailiyyətlərinə baxmayaraq, Elxan Məmmədlinin ən böyük mükafatı onu sevənlərin qəlbindəki işıqlı xatirəsidir. Aşıq sənəti əbədidir, tarixən çox şərəfli bir yol keçib və bugün də özünün varlığını sübut eləməkdədir. Ancaq bir təmənna var ki, təbliğ olunsun və aşıq haqqında danışan adamın aşıq haqqında təsəvvürü də geniş olsun. Sənət yaşayacaq, sənət bizdən sonra gələnlər üçün olacaq və nə qədər Azərbaycan xalqı var, onun sazı həmişə öpəcək. O, bu işıqlı obrazı, saza, sözə bağlı ömrü, məhsuldar elmi fəaliyyəti, şən, zarafatçıl və səmimi xarakteri, təmənnasızlığı, dostcanlılığı, xalq mədəniyyətinə sonsuz sevgisi ilə qazanıb. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun.